tənbəlsən deyiblər, sənə tənbəlsən deyiblər. Sən bilirsən ki, bəzi ölkələrdə tənbəllik xəstəlik sayılır. Yəni, səni danlamırlar, sadəcə olaraq müalicə edirlər. Xəbərin var bundan? Əlbəttə ki, yoxdur. Mən bugün tənbəllik haqqında danışmaq istəyirəm və düşünürəm ki, sizə bu barədə bilmək maraqlı olacaq. Bəli, mənim əzizlərim. Bizim ölkəmizdə tənbəlliyi bir tənbəl insan kimi, iş bilməz, arsız adam kimi görürlər. Bəli, çox vaxt deyirlər ki, bu insan tənbəldir. Bundan bir şey çıxmayacaq. Əşi yox, bir işə yarımır. İş yarıtmazdım. Amma mənim əzizlərim söyləməliyəm ki, bu tənbəllik xəstəlik siyahısında olmasa da bir çox ölkələrdə bu xəstəlik kimi sayılır və sən əgər bir iş eləmirsənsə, heç nəyə yarımırsansa, onda səni danlamırlar, ittiham eləmirlər, yargılamırlar. Sadəcə olaraq deyirlər ki, enerjisi azdır, adamın motivasiyası yoxdur və o halda səni müalicə edirlər. Ən azından psixoloq aparırlar və psixoloq səninlə bu yönümdə müəyyən müalicəvi işlər aparır. Bəli, mənim əzizlərim, söyləməliyəm ki, əgər insan işləmək istəmirsə, o nəyəsə təşəbbüs göstərmirsə, günlərlə pasiv olursa, halı olmursa, özünü əzgin, yorğun hiss eləyirsə, bunun psixoloji adı var. Yəni, bu depressiya ola bilər, bu emosional tükənmə ola bilər, yəni həddən ziyadə iş prosesindən sonra emosional tükənmə ola bilər və yaxud böyüklərdə bir balaca diqqət pozuntusu ola bilər. Bu astenik sindrom ola bilər. Bunun bir çox somatik səbəbləri ola bilər. Məsələn, qalxana bənzər vəzin problemləri olursa, o halda mütləqdir ki, insan özünü yorğun hiss eləyir. Yəni, nə olursa olsun, qalxana bənzər vəzdə problemlər olarsa, bəzi vitaminlərin çatışmamazlığı olarsa, insan özünü yorğun hiss eləyir. Və mənim əzizlərim, bu halda əgər görürsünüzsə bir enerjili adam, hər şeyə yetən, hər şeyə çatan, böyük, kiçik, uşaq, belə bir insan birdən halsız oldusa, onun əhvalı yoxdursa, bir məqsədi, amalı yoxdursa, bilin ki, orada problemlər var. Birinci növbədə onun hormonal və vitamin analizlərini verirsiniz. Daha sonra o analizlərdə problem çıxırsa, onu mütləq müalicə elətdirirsiniz. Yox, o analizlərdə problem yoxdursa, psixoloqa müraciət edirsiniz. Çünki mənim əzizlərim, bir insanın məqsədi olmalıdır, hədəfi olmalıdır, amalı olmalıdır və insan ona doğru getməlidir. Yox, əgər sizin belə bir məqsədiniz yoxdursa və birdən-birə həyatdan əlinizi üzüb, özünüzü halsız bütün günü uzanım divanda özüm üçün dinlənim deyib düşünürsünüzsə, problemdir. Ümumiyyətlə söyləməliyəm ki, bir çox qərb ölkələrində, Yaponiyada ümumiyyətlə bu xəstəlik sayılır. Yəni, sən əgər özünü halsız hiss edirsənsə, buna psixoloji çökmə deyirlər. Bu xəstəlikdir və müalicə olunur. Və bir çox qərb ölkələrində, bir çox Avropa ölkələrində tənbəllik, bizim tənbəl qoyduğumuz o halsızlığın, o məqsədsizliyin, özünü işə verməməkdir. Əşi, bu özünü işə verəndir. Sən Allah deyən görüm. Onun adı tənbəllik deyil. Onun adı sadəcə olaraq emosional çöküntüdür. İnsan emosional olaraq çöküb, mənim əzizlərim, və belə olan halda əlbəttə ki, bir müalicə eləmək lazımdır. Çünki bir çox ölkələrdə, əgər Avropa ölkələrində, inkişaf etmiş ölkələrdə bu xəstəlik yönümlü sayılırsa, müalicə olunursa, biz niyə müalicə eləməyək? Biz sadəcə olaraq onu yargılayırıq, gündə başına 5-10 dəfə qapazaltı kimi sözlə vururuq ki, iş yarıtmazdır, işə yaramazdır. Amma elə deyil. Mütləq bunun müəyyən problemləri var ki, orada B12 vitaminin çatışmamazlığı, birinci növbədə vitamin D çatışmamazlığı. Dostlar, mən bu barədə sizə ötən videolarımda da demişəm. Lütfən yoxlatdırın. Vitamin D çatışmamazlığı bir çox depressiv hallara gətirib çıxardır. Əhval-ruhiyyənin sönməsinə, halsızlığa gətirib çıxardır. Daha sonra B12 vitamini və maqnezium çatışmamazlığı. Ümumiyyətlə, bizim orqanizmimizdə elə bilin ki, sizə bir ovuc maqnezium verilibdir və hər əsəbləşəndə azalır. Əsəbləşəndə, stres halında o azalır. Eləcə də digər vitaminlər və vitamin D əgər sizin orqanizminizdə azdırsa, o halda mütləq parazit qurdlara
Qurd deyirik də el dilində, amma belə parazitlərə də bir analiz verin. Çünki orqanizmdə parazit qurd olursa, o vitamin D-ni yeyir və orqanizmdə vitamin D olmursa, inanın bu intihara qədər gedib çıxır. Yəni tənbəlliyin səbəblərini mən sizə hal-hazırda söyləyirəm ki, siz bu səbəbləri aradan qaldırın ki, yaşama eşqiniz olsun. Mənim əzizlərim. Yəni bu sadəcə olaraq o insanı qınamaq, aşağılamaq, o insanı tənə vurmaq, yargılamaq lazım deyil. Hansı ki, bunu bizim cəmiyyətimiz çox gözəl bacarır. Bizim cəmiyyətimiz nə bacarır? Elə onu bunu qınasın. Əşi bu iş bilməzdir, əşi bu tənbəldir, əlindən bir iş gəlmir. Yox, yox, yarıtmayacaq. Amma niyə? Niyə? Bunun səbəbləri var. Yox, əgər bu uzun illərlə sürürsə, məsələn 5 il, 10 il, yəni bu işsiz işləmək istəmirsə, artıq o çox ciddi psixoloji problemlərdir. Hətta deyərdim, nevroloji problemlərdir. O halda adam əgər 5 il, 10 il, 15 il işləmirsə, işləmək istəmirsə, bu çox ciddi problemlərdir. Nevropatoloqa və yaxud da psixoterapevtə, eyni zamanda psixoloqa göstərmək lazımdır. Çünki insan orqanizmi bugünə qədər tam öyrənilməyib, beyin tam öyrənilməyib. Amma ən azından inkişaf etmiş dövlətlərdə bizim adını tənbəllik qoyduğumuz o prosesin əgər xəstəlik kimi sayılmağı varsa, biz buna çox ciddi yanaşmalıyıq mənim əzizlərim. Siz əzizlərinizdə, yaxınlarınızda, doğmalarınızda belə bir problem görürsünüzsə, həmən və həmən buna çox ciddi reaksiya verirsiniz. Bu bir həyəcan siqnalı çalırsınız ki, bu bir insanın yaşama eşqi olmalı. Düzdür, çox vaxt deyirlər ki, əşi pul yoxdur, iş yoxdur, elə deyil. Sənin orqanizmində hormonlar balansı, vitaminlər balansı hamısı yerli yerində olarsa, sən özünə iş də taparsan, sən özünə pul da tapacaqsan. Çünki sadəcə olaraq psixoloji problemləri olan insanlar gileylənə bilər. Daima gileylənmək, daima heç nədən yarınmamaq. Yəni mənim əzizlərim, yorulmuş, sınmış, tükənmiş, emosional tükənmiş bir insan, onun heç nəyə həvəsi yoxdur. Kiçik arzuları belə yoxdur. Əşi nə olacaq? Əşi sabaha nə olacaq? Çox zaman bu bilirsiniz nədən yaranır? Uzun müddət güclü olmaqdan. Uzun müddət güclü olan insanlar, uzun müddət çox böyük templə, sürətlə işləyən insanlar birdən çökmə olur. Birdən onlarda emosional çökmə olur. Bu tənbəllik deyil mənim əzizlərim. Bu yorğunluqdan sonra tənbəlləşmək deyil. Bu emosional çökmədir. İnsan yorulur. İnsan uzun müddət o güclü olmaqdan sonra birdən sınır və qırılır. Ona görə demək istəyirəm ki, mənim əzizlərim, heç zaman düşünməyin ki, bu tip insanlar problemli insanlardır. Bu tip insanları, mən ümumiyyətlə söyləyim sizə ki, dünyanın ən milyoner insanlarından biri. Adətən işə götürəndə, səhv eləmirəmsə Steve Jobs işə insanlar götürəndə tənbəl insanlar götürüb. Niyə? Ona görə ki, tənbəl insanlar hər şeyin ən asan yolunu tapırlar. Yəni, odur ki, mənim əzizlərim, biz buna ciddi xəstəlik kimi yanaşmırıq, amma haradasa xəstəliyə doğru gedən yoldur. Əgər bugün siz bu problemləri aradan qaldırmasanız, sabaha sizin enerjiniz olmaz. Bu enerji tükənməyidir. Birdən-birə enerji saçırsınız. Lazım deyil də lazımsız yerlərə enerji saçmaq. O, bu, kimlər, nələr, ətraf, nəyinizə lazım? Enerjinizi özünüzə saxlayın, özünüzə yönəldin. Yəni, insan o enerjisini həddən ziyadə pərakəndə halda hara gəldi xərcləyəndə sonradan enerji tükənməsi yaranır ki, və bu da gətirir insanı emosional çökməyə çıxardır. Ona görə də mənim əzizlərim, enerjinizi qoruyun və enerjinizi məhz özünüzə, arzularınıza, məqsədinizə, amalınıza yönəldin. Belə olan halda əlbəttə ki, həyatınızda hər şeydə yoluna girəcək və heç kim sizi belə bir şeylə yargılamayacaq. Ümumiyyətlə söyləməliyəm ki, bir balaca belə emosional çöküntü yaşayan insanlar al-əlvan rənglərə meyilli olmalıdır. Yəni, əgər siz, indi mən qısa deyəcəm, çünki bu ayrı bir videonun mövzusudur, bu barədə danışacağım. Bax, belə halsız olan, emosional tükənmə yaşayan insanlar lütfən evində boz, qəhvəyi, qara,
rənglərdən uzaq olsunlar. Özləri üçün də geyinəndə daha çox çalışsınlar ki, al-əlvan rənglər geyinsinlər. O al-əlvan rənglərin fərqli tonlarını geyinsinlər. Çünki o rənglər də sizin əhval-ruhiyyənizə təsir edir. Amma rənglərdən önəmli olan sizin can sağlığınızdır. Odur ki, mənim əzizlərimiz, yaxında, ətrafda, özünüzdə belə hallar hiss edirsinizsə, yorğunluq, halsızlıq, ay durum gedim, yox, sonra gedərəm, durum sabah eləyim. Bu səbəbsiz deyil. Son zamanlar həddən ziyadə telefonda oturmaq, gözü bir yerə zilləmək, kompüterdə oturmaq, sosial şəbəkələrdən çıxmamaq, ona buna ağzına gələni yazmaq, enerjinizi xərcləyirsiniz, lazımsız yerə və tükənirsiniz. Odur ki, mənim əzizlərim, lütfən, yəni enerjinizi lazımsız yerlərə xərcləməyin, özünüzə yönəldin. Bugünə bu qədər mən sizə arzulayıram ki, mütləq hormonlar və vitaminlər balansınızı yoxlayın və heç zaman sizə tənbəlsən deməklərinə reaksiya verməyin. Deyin ki, mən tənbəl deyiləm, emosional çöküntüm var, aradan qaldıracağım. Təşəkkür edirəm.